2024-2025-ci illər mövsümü öncəsi hazırlıqlarını davam etdirən Neftçi iki futbolçusu ilə vidalaşıb. Ağqaralar qapıçı Aqil Məmmədov və yarım müdafiəçi Ata Caberlə yollarını ayırıb. 2022-ci ildən paytaxt təmsilçisinin uğurları üçün çalışan Fələstinli oyunçu meydana çıxdığı 58 oyunda 9 qola imza atıb. Aqil Məmmədov isə 2015-2016 və 2018-2024-cü illərdə Neftçinin heyətində 112 oyun keçirib. Gələn mövsüm UEFA Konferans Liqasının təsnifat mərhələsində mübarizə aparacaq Sumqayıt yay transfer dövründə ilk keçidini reallaşdırıb. Kimyaçılar Rəhim Sadıxovla müqavilə imzalayıb. 2019-2022-ci illərdə Gənclik şəhəri təmsilçisinin formasını geymiş yarım müdafiəçinin son klubu Zirə olub. O, Qartalların heyətində ötən mövsüm çıxdığı 44 qarşılaşmada 3 qol və 5 assistlə yadda qalıb. Turan Tovuzun yeni çalışdırıcısı Qurban Berdiyevin daha bir köməkçisi müəyyənləşib. Bu, qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək Yevgeni Ştenin olacaq. Qeyd edək ki, Ştenin ötən mövsüm Dinamo Mahaçqalada Berdiyevlə birgə çalışıb.